Mərkəzi Bank tərəfindən Paşapay MMC-də həyata keçirilən plandan kənar tematik yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktlarının tələblərinin pozulması halları aşkarlanıb. Yenavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bildirilir ki, yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair mübarizə, eləcə də daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqlar müəyyən edilib. Bununla əlaqədar olaraq Mərkəzi Bank haqqında və ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunların müvafiq maddələrinə əsasən Paşapay MMC-yə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə icrası məcburi göstərişlər verilib. Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 95 milyon 567 min manat olan Paşapay MMC 2005-ci ildən fəaliyyət göstərir. Şirkət 2005-ci ildən 2021-ci ilə qədər Comtech Ltd MMC kimi fəaliyyət göstərib. Daha sonra ölkənin aparıcı şirkətlərindən olan Paşa Holding tərəfindən satın alınıb və adını Paşapay olaraq dəyişdirib.